Kamran, necəsən? Sağ ol, Nigar, yaxşıyam. Sən necəsən? Niyə sağ ol, Nigar, yaxşıyam, necəsən? Ona görə ki, biz öyrəşmişik səni burada görməyə, amma sən bu səfər arxa plandasın. Qoy biraz dəyişiklik olsun da. Görün mənim aparıcılığımı bəyənirsiniz ya yox. Həm mənim iş sahəmə biraz daha yaxındır bu. Xoş gəlmisən, Emin. Necəsən? Xoş gördük, Nikolya. Nigar, salam. Necəsən? Yaxşıyam, sən necəsən? Mən də yaxşıyam, canım mənim. Heç yaxşı oxşamırsan, yorğun görünürsən. Əslində bugün biraz çəkilişlər çox olub, bu biraz məni yorub, amma ümumilikdə yaxşıyam. İstəyirəm bugünkü video haqqında bir təxmin alım səndən. Bugünün videosu 100% absurd videolar seçmişsiniz. 100%. Qismən, amma bir ipucu verim ki, ayın sonu olduğunu təxmin et. Aylıq analiz eləmişsiniz bütün videoları. Bəli. Əla. Ümid edirəm ki, bugün maraqlı olar mənim suallarım və sənin verdiyin cavablar. Başlayaq. Başlayaq. İlk videoya baxa bilərsən. Axşamüstü evdəydim, telefon. Bəli, yəni ilk videomuz çox təəssüflər olsun ki, gülməli bir mövzu deyil. Bu Gəncədə baş vermiş hadisədir. Bəli, Evgünün qətlə yetirilməsindən bağlı hadisə. Xəstəxanaya indidə. Nə olubdu? Dedi, Ayda heç Evgünün nə gəldik videosu. bura, hamımız burada polis O nəfərləri. qədər pis oldum mən bu xəbəri eşidəndə. Yəni həm az yaşı, Biz də heç nə bilim özümü o yerinə qoydum ki, Allah uzaq eləsin də o yaşda bir uşaq. Uşağı vəhşicəsinə. Çox pis oluram da hər dəfə belə videolara baxan. İstərseniz gözümdə olur. İnsan işi deyil. Bu cür insan vəhşicəsinə necə öldürə bilərsən? Yəni də nə dərəcə insanlıq bitirmiş ola bilərsən? Amansız. Yəqin ki, bu ölkəmizdə elə bir insan yoxdur ki, Evgün hadisəsini bilməsin. İstəyirəm bu haqda fikirlərinizi alın. Bu 17-18 yaşında uşaq öldürülməsi, döyüb öldürüblər, nə bilim. İşgəncə ilə öldürüblər. Nəsə. Yaxşı bir hərəkət deyil. Ümumiyyətlə, Şiddətə qarşıyam, birinci növbədə. Bunu bildirim sənə Nigar. Qadın, kişi fərq etməz. Uşaq fərq etməz, yaşlı fərq etməz. Ümumiyyətlə, insan övladının şiddətinə qarşıyam. Video qarşıma çıxıb dəfələrlə, hətta mən də girib rəy yazmışam. İnşallah Azərbaycan polisləri tapar, çıxardar ortalığa. bir gənc olaraq belə hadisələrdən qorunmaq üçün. Yəni bilirəm, bundan qorunmaq bir o qədər də mümkün deyil. Heç bilmirik o nə üzərində ölüb, necə olub. Biraz sağ olsunlar, biraz düzdür, hər şey gənclərin üstündə qurulur, hər bir şey. Azadlıqdan tutmuş müharibəyə kimi hamısı. Amma biraz sağ olsunlar. İnşallah Azərbaycan polisləri tapar, çıxardar ortalığa. Bir sual da verəcəm sənə. Səncə niyə indiki günümüzdə ölüm bu qədər adiləşib? Niyə Azərbaycanda əvvəl bu qədər vəhşiliklər görülmürdü? Yəni biz həqiqətən bunlar baş vermirdi, yoxsa sosial şəbəkə bu qədər inkişaf eləməmişdi deyə bizim İnkişaf xəbərimizdə eləməmişdi deyə. Əslində bu var idi Nigar. Ya bu dünyanın hər bir yerində var. Çox heyf ki, əfsuslar olsun ki, bu dünyanın hər yerində var. Və biz bunu sosial şəbəkələr, biz qəzet oxuyan bir nəsil olmamışıq, gənc nəsil olmamışıq. Biz ancaq kitab, təhsil, sosial şəbəkələrdə çıxandan, yəni ən məşhurundan başlayaq ki, 2015-ci ildən sonradır ki, daha da məşhurlaşıb bu. Yəni biz bu xəbərləri ala bilmirdik. Bəlkə də bizim böyüklərimiz qəzetdən, televizor xəbərlərindən baxırdı, biz baxmırdıq. Keçək ikinci videoya. Keçək. Bilmirəm bilirsən ya yox, bu ay Azərbaycan Eurovision'da iştirak edib, yenidən. Heç sevmirəm. İstəyirəm həmin yarım finaldan bir görüntünü izləyəsən, mahnıya biraz da olsa şərh verəsən. İnandırım ki, heç birə qulaq asmamışım, bilmirəm yəni. Ona görə də biz... Amma bir dənə məlumatı var ki, Mama Qamma qrupu idi, Papa Qamma qrupu idi. Bəli, Səfər Mişiyev, solist. Adları yanım deyirəm mən. Sevmədiyimə görə baxmadım. Səfər Mişiyevdir ifaçının adı və Mama Qamma qrupu ifa edir. Azərbaycan milli Bəli, saz ifa edir. sazdan istifadə edir. Bilmirəm, Eurovision'da deyil sanki. Nə çatmır? Çox zəifdir, yəni hat çalgı aləti olan sazla sintezlə çalışırlar, amma tam olaraq alınmayıb. Yəni hiss olunur ki, o deyil də, yəni qulaqda belə uyuşmur. Bundan öncə yəqin ki, bir gənc olaraq Eurovision'a baxmısan. Sənin ən favori Azərbaycan Eurovision mahnı? Nigar Eldar. Həqiqətənmi? Odur, bir də bir nəfər var idi, adı... Aysel Hold Me. Fərid. Yəni o ikisi məncə. Amma ən çox Fərid.
Diqqətinə çatdırım ki, Səfaili bəlkə sən tanımırsan, Yox, çox tanımıram. istedadlı gəncdir, inanılmaz istedadlıdır. İfası haqqında nə düşünürsən? Səncə Azərbaycanı Eurovisionda təmsil eləmək üçün kifayət qədər yaxşıdırmı? Mənim fikrimcə, yəni bu mənim fikrimcədir. Geyim həmin Azərbaycan milli musiqi alətinə uyğun deyil idi. Mənim fikrimdə. Baxanda da biraz qəribə hiss elədim. Onun üçün sənə sual verdim ki, necə milli Nəzərə alsaq ki, bu Eurovisionda deyil. Eurovisionda bəli nəzərə alsaq, amma yəni yenə deyirəm, bu hər kəs o bizim böyüklərimizin sözü var, mahnı sümüyümə düşdü söhbəti. Yəni sümüyə düşmədi. Düşmədi. Okey, Çox heyf ki. okey. Amma təbrik edirəm bu arada Səfaili də qardaşına. Bəli, Təbriklər, uğurların bol olsun. Düzü biraz baxdım, yəni bir 15-20 saniyə, 30 saniyə. Sadəcə gördüm, xoşuma yəni. Hə, dəyərdi, həqiqətən dəyərdi. Amma Bazen təsvir Avropa, olsun adı ki, üstündə deyə Eurovisionda Avropada onlar sazlat bilmirəm nədən, iki tərəf. təsvir olsun ki, biz Geçen yıl finala bu keçə aralar çox bilməmişik. istəmirəm. Finala keçə bilməmişik. Yəni Hansı finaldan çıxmalı olmuşuq müsabiqədən. Yəni Yəni finalda dayandırmışıq. getmişik yəni. Yarım Yəni final- çatmalı. Yox, xeyr. Yarım finalda, finala bilmirəm bir hissə yox. Yarım final olur və oradan müəyyən ölkələr finala çıxırlar, finala keçməyə haqq qazanırlar. Amma biz keçə bilməmişik. Növbəti videomuz bizim Favman. Yəqin ki görürsən qarşında. Kimdir də görmürəm. Azərbaycanın viral videolarından danışırıqsa, Hə. ayrı viral video. Kim ola bilər? Elgiz. Bəli, Elgiz. İzlər çox görəcəksən əminəm. Mənim qardaşım, rəqqası belə figurası olmur. Böyle rəqqas olur. Rəqqas geri Elgiz mənim eşim. dağıtılmış Mən nazik özüm bir çubuq videoda olmalı. gülmüşəm. Ona görə sizə dedim ki, elastik mütləq görməlisiniz. Əgər bu ay baş Toyda oynayan verəcəksiniz, rəqqas mütləq deyil. görməlisiniz. Mənim İncə qardaşım mincə qız çəkə olmalıdır. bilmir. Ay qardaş, toyda oynayan rəqqas ayrı şeydir. Cəmaat mən də oynam toyda. Amma Siz bu arada qoxmaz əyildir. rəqqasları mən də bilirəm. Amma bir də var peşəkar bağlan. Buna baxıram rəqqas amma kök Olmaz. deyirəm. Hələ də kök. Bilməm, o barədə inanmaq Nədən quruş olmalı? Onu da deyim ki, bu arada yuxu kinosu var da. Bəli. Yuxu kinosunda Nəsibə Zeynalova Dur oyna. Təsəvvürləri yaxşı deyil idi. Bir daha mahnı buraxaq, dur oyna. Göstər. Səhərin orada Nəsibə Zeynalova. Buna da pul lazım deyil ki, reklama pul lazım var. Ay, İlgizin sifətinə bax. Gül. İngilis dilində bir ifadə var. Deyirlər ki, cringe, yəni ki, başqasının yerinə utanmaq. Kamran bu dəqiqə deyirsən o yaşayır. Bunu anladılar. Bunu anladılar ki, sən yaxşı oynayırsan. Verir ki bunu. Oynamağa çalışır. Hə? Çalışır ki oynasın. Nəsə eləmək istəyir, hə? Kimsə başını alladı. Kimsə inandırmayın ki, o body rəqs eləməyə bacar. Möhkəm bu başını aldı, bu da inanır. Belə ki, hətta deməsən, önümüzdə taxra qamazlar var, əla versin. Bir şurada. Düzəldir də var. Ay yəni lazım deyil də, lazım deyil. Elgizin atdan ibnəliyi var. O atdan Bu tip videolara baxanda iki cür şey olur, reaksiya olur. Bir var gülən insanlar, bir də var onun yerində utanan insanlar. Mən Utandım. çox gülmüşdüm, Kamran utandı o yer. utandım. Hələ də utanmağa davam edirəm. Və Elgizin o baxışlarının altında yatan o Elgiz bir səndən əldə yəni. Elgiz var sən xətri çox istəyirəm, dəhşət. Sən videolarına baxa-baxa böyüyürük yavaş-yavaş. Hələ də böyüyürük sən. Ataların nə belə məsələləri utanması oynamağa var. Gözəl. Bu həmin qardaş. Növbəti isə Azərbaycan televiziyasının növbəti bir fenomeni. Xoşdəgəm, Yox. xoşqədəm xanım. Bəli. Və səncə bu ay Xoşqədəm Hidayət qızının verilişində hansı personaj da deməyim, hansı bir insan var ki, o çox məşhurdur da, viraldır. Bir dənə xanım idi deyəsən. Nahidə. Hə. O da Səni çox Diyan. sevirəm. Deyirəm. Səni üçün ediyorum. Sənsiz bilirsən yaşayamam. də bu ay çox məşhur Sənsiz olub da, bir günüm yəni də bu olmasın. Benim yakınım. personaj deyim, nə bilim, insan. Ya bu insan bu ay çox danışılıb, ona görə düşündüm ki, Bunlar arası olmalıdır. səni çox sevirəm. Səni seviyorum. Seviyorum. Hələ deyəm. Sənsiz yaşayamam. Yaşa. İşində də bir dənə qapı açıqdır. Həmişə İnsanları xarici görünüşünə görə Xarici görüşünü yargılamırıq. görə eləmirəm. Sadəcə fikir də bildirirəm mən sadəcə. İşdə qapı açıqdır.
Seni çok sevirəm. Direkt Ben bütün Türk İngiliz sözleriyim. salamlayıram. Senin için İngiliz, ölüyorum. Herkesi salamlayıram. Çox mu qabağıma çıxır videoları? Ya çox da özgüvənli adamdır. Ya. Hayır. Hayır. Evet. Hayır. Seviyorum seni. Hayır. Yakınım. Hayır gitmeyeceğim. Seviyorum. Hayır. Hayır seviyorum. Utanıyorum. Yapma. Hayır. Əsəbləşiyorum. Hayır gitmeyeceğim. Sen- Ben buna her bakmışam sizin qabağıma. Ben buna bakanda əsəbləşiyorum. Böyle deyirlər. Sonra deyirlər Sən bir dənə söz deyim. Böyük rol oynayır ha burada. O qadın konkret rol oynayır. Əlbəttə bu mən ümumiyyətlə baxan kimi hiss olunur ki, o Belə bir insan səncə mümkündür? Bizə sayko deyirlər. Təsəvvür sayko Orxana bir adam. daha paparım ki. Seni seviyorum. Senin için ölüyorum. Ölüyorum. Hayır Orxan. Yəni çox absurd səhnədir də, yəni. Cidden mən bir dənə qız gül ala. Və mən başımı soxaram yerə də. Tanzuna gül qəbul Hələ eləmərəm. bu birinci deyil, sonraki şeylərdə, səhnələrdə yenə aparır Güluna. Növbəti videomuz, bilmirəm bu haqda məlumatım var idi. Röya bu ay bir dünya çaplı bir festivala gedib və orada bir fotosessiya, video çəkimi və məşhur rejissor Ayaz Salayev bu haqda fikir bildirib. Və orada deyib ki, mən dəfələrlə bu festivalda olmuşam, amma heç vaxt fotosessiya eləməyə ağlıma gəlməyib və Röya da ona cavab verib. Elə bilirsiniz, gəlib mən çatmır. Röyanın danışığı. Ayaz Salayev, Başlayıram başlayıram sizdən. Röyanın danışığı. Məni gördünüz, salamlaşırsınız. Demək istəyir ki, üzümə gülürsən, arxamıza iş çevirirsən də. Sizə gəlim. Arxamda danışırsan. Yaxşı. Beni Mən baxanda biraz deyilməli, cavabı bu verməlidir. ölənləri Amma diriltməyə. nə- Amma bir şey də var, Ayaz haqlıydı. Amma Ayaz Salayev, Siz yəni elə ölü hər şey qal. keçsək, haqlı olmasa Ay belə, mən ondan yaşca olmuşam, çox ay mən çox belə böyük getdim, ay insandır. bəli, Bu birinci qədər mən. sərt tənqid eləməməli idi. Bəli, Hər yanaşması şey səhvdir. Dediyi ən səhv deyil, layiqincə amma edəni yanaşması mənəm. səhvdir. Yəni. Öz statusuna sığınaraq bunu eləyirdi. Çünki oxuduğum kimi də ürəyim var. Bildin? Hadi oradan. Yəni, biraz mən başında baxmışdım, bu bir-birə dərinə qədər baxmamışdım. Mən görürüm ikisində də haqq var olmalı. Ayaz Salayev'la yalnızca görə deyirsiniz, əvvəlcə retro veç vardı. Həmidə Ömürə var. Biz onu çox balacaydıq. Siz balaca Hətta yox olsanız, idi. Ayaz Salayev bir kino haqqında danışırdı belə. O böyük töhfəsi deyil onlara belə kinoya. İndi özəl alanda o intriqalardı da. Sadəcə Ayaz Salayev orada deyir ki, mən dəfələrlə qatılmışam bu festivala və istəyən insan vizasını alıb, biletini alıb ora gedə bilir. Amma mən heç vaxt orada poz verməmişəm. Yəni Röyanın orada poz verib video çəkməyə niyəsə onu qıcıqlandırıb, bilmirəm Hamı səbəbləri. verir o pozu. Və Röya da bu formada Ayaz Salayevə cavab verir. Mən sənin bu haqda olan şeyləri bilmək istəyirəm ki, Röya mənə görə Azərbaycanın, yəni belə deyim də, Güneli bilirdin də, Azər qızı Güneli. bəli. Mənə görə Röya, yəni Günel heç uşaq vaxtından İbrahim Tatlıses tərəfindən aparılıb da Türkiyə. Mənə görə Röya Azərbaycanı musiqidə ölkə və Üzeyirlə bir yerdə, yəni Üzeyir çoxsu qulaq asılır, amma Üzeyir xaricdə çox dinlənir. Yəni mən bunun şahidi olmuşum xarici ölkələrdə. Röya mənə görə Azərbaycanı xarici gözəl təmsil edir. Və Türkiyədə də bir çox kütləsi var Röyanın ki, dəhşət dərəcədə konsert verəndə də bir dəqiqə qədər dolu olur da, yəni ora. Növbəti videomuz yenə çox təəssüflər olsun ki, qətllə bağlıdır və az yaşlı bir qız uşağının qətli ilə istəyirəm videoya baxasın. Dəfələrlə biz onun qapısına getdik, o vermədi qızı. Dedi mən gəlin gətirmişəm, gəlin deyib əndə saxlayacaq. 19-cu günü də bunu aparıb, dögüb öldürüblər, dırnaqlarını çıxardıblar, faciə ilə öldürüblər. İşgəncə bəli. Başını çırpıblar, 2 bölüblər. İnsan Başını buradan belə Tırnağını çırpıblar. niyə çıxardırsın? deyir ki, Ölüb qız donsuzdur Seyid o. Rəsuldan ayrılmaq istədiyi üçün onu qaynat evindən at evinə gətirib. Lakin hər dəfə Təəssüflər kürəkəni olsun onu ki, və qızını evimdən təhdid belə edərək şeylər geri baş qaytara bilib. verdiyi kimi mənfi şeylər də baş verir. Burada bu böyle şəkil gördüm, uşaq deyil o ərə gedəndə. 16 yaşlar. Birinci önsol. Birinci bunları yetişdirmək lazımdır məncə. Təsəvvür evlad böyüdürsən, mən də bir qız uşağı atasıyam da, 16 yaşında, 15 yaşında niyə ərə verməliyim? Ya sən niyə oğlu 14-15 yaşında bir qız almalısın?
Nəsə ki, bu ayrılmaq istədiyinə görə öldürüb və Kür çayının qırağına atılıblar qızı. Kür çayına atılıb və onun qırağında tapılıb da belə bir şey. Yəni belə bir məqam var ki, 16 yaşında qız az yaşlıdır, o düzü səhvi tam olaraq seçə bilmir də. Onun valideyn əslində verməməli idi, yəni başqa bir ailənin o himayəsinə verməməli idi. Sadəcə yəni kənd yeridir də, erkən yaşında evləndirirlər deyə bu hadisə baş verib. Nə bilim, bu gün neçəncidir belə cavan qızların ölməyi, nə bilim. Valideynlər özlərinə belə haqq qazandırırlar ki, bizim xəbərimiz yox idi. Qızımız qaçdı, getdik dalınca götürməyə. İmkansız bir şeydir. Orada ailə dedi ki, biz seyidik, nəyik, qız bizim əmanətimizdir və dediklərinə görə 3 aydır qız atası evindədir və bu hadisə sırf qız boşanmaq istədiyinə görə baş verir. Növbəti mövzumuz yenə Azərbaycanda baş verən müsbət hadisələrdən biridir. Azərbaycanda uzun bir müddətdir Səs Azərbaycan layihəsi gedirdi, bilmirəm bilirdin ya yox, onun finalı olub. Və o finalist, yəni final qalibinin və onun ustadının, yəni Röyanın ifasıdır hal-hazırda. Duruşdu da, bir qadın duruşu var da onun. Qəşəng oxuyur, sadəcə səs tonu o deyil, çox qalındır. Cəmilə Həşimovadan gedir söhbət. Hə, yəni o səs qalınlığı da o hissi ötürməyə mane olur sanki. Demək istədiyim budur. Nalə Mirməmmədinin bəstəsidir. Allah rəhmət eləsin. Ya, qulaq asmısan özün buna? Böyük bəstəkar. Dəfələrlə qulaq asmışam. Çox möhtəşəm oxuyublar. Çox gözəl və Cəmilə Həşimova birinci yerə layiq görüldü və 25.000 manat səhv eləmirəmsə mükafat idi. Onun sahibi oldu o Səs Azərbaycanda. Səncə layiqdirmi? Ondan da çoxuna layiqdir. Bəyəndin yəni? Bəyəndim də sözdür. Orada sadəcə belə deyim də, biz kamera çəkəndə işıqlar qoymuruq, yanımızdakı işıqlı görsənsin. Orada da onun işığı röyə olub, mənim fikrimcə. Yəni bu əla. Digər iştirakçıları görməmişəm, ona görə yəni haqqına girə bilmərəm. Amma bəlkə də daha yaxşı ola bilərdi. Bu ifa da Röyə canlı ifa eləyə bilmir deyənlərin hamısına çiçək oldu. Və yenə sonuncu video, yenə bizim Favmen, amma bu dəfə Elgiz bu sözlərinə görə ARB kanalına, yəni ARB kanalı Elgizin bu sözlərinə görə xəbərdarlıq aldı. Bax. Evə gələndə baxışından artıq Qadını öz başına buraxmaq olmaz. bəli, o da elədir. Sağ olun. Bunu qadınlar özləri etiraf edirlər ki, qadını ki öz başına buraxdın, evin yıxıldı. Taş fırın erkeği Elgiz. Taş vururlar. Bir də azadlıq vermək lazımdır. Onda siz qadın... Bu da bizim sevdiyimiz Elgiz. O qadını soyabilir. Bu da bizim Favmen Elgiz. Elgiz bəy, deyirəm ki, onu para... Azadlıq ver, biz orada pul. Elgiz bəy. Pul da verəsən, azadlığı da Ay verəsən. sağ olun. Siz o qadını... Vay, vay, vay. Tanımağa görə. Tanımaq üçün. Elgiz bəy. Deyir azadlıq da ver, pul da ver. Elgiz deyir ki, qadını öz başına buraxmaq Buraxmaq olmaz. Və onun mimikalarını görürsən, yəni elə bir qarşındakı Elgiz yox, bir qaynana oturubdu orada da, yəni. İfritə qaynana. İfritə qaynana, o biz hansı qaynana, yəni gəlini sırf satsın deyə, bir problem çıxartsın deyə. Öz verir, həm pul verir, həm Həm də azad olur. Nə oldu ya dayı? Şeydə. Nə düşünürsünüz bu haqda? Həqiqətən də xəbərdarlıq verməyə layiq olacaq bir videodur. Yəni video xəbərdarlıq üçün. Hə, mən bildim orada Elgizin dediyi ilə. Bəli, bəli, Elgizin dediyi ilə. Elgizin dediyi ilə. 50-50-yə düzdür. Əşi yox, o qədər olur gündə. Gedib cəmaatın uşağını öldürürlər, o qədər xəbərdarlıq alırlar. Birindən bir söz deyirlər. Elgizin yerində olsa inansa beşdə söz söyər. Cidden deyirəm sənə. Yəni Elgizdə o potensial var. Sevirəm bu insanı. Sadəcə zarafatları, danışıqları bəlkə də bilə-bilə edir. Bəlkə də bilməyə. Fakt bu insan məşhurdur. O dediyi ki, yoxlamaq üçün elə Elgiz də razılaşır ki, hə, yoxlamaq desənsə mən razı. Yoxlamaq üçün düzdür, hə, ver, sonra buraxdıq balet elə, baletin nə razılaşır. Yəni, seyr elə, bax ki, mən
Mən Elvizi dəstəkləyirəm. Və Nigar, sonda istəyirəm videolar haqqında fikirlərini bildirəsən və izləyicilərə sözünü deyəsən. Buyur. İndiyə qədər çəkdiyimiz videolardan ən belə deyim, mənə maraqlı gələn, mən emosiyalarımı daha çətin bildirən bir insanam. Mənə daha rahat olduğum gülməmə challenge idi. Əgər baxmamısınızsa, bundan öncə yayınladığımız videoda baxa bilərsiniz. Videolar düzdür, kədərlisi də oldu, üzücüsü də oldu yəni. Xoş gələn də oldu. O saat xoşuma gəldi. Elvizin söhbəti olmuşu. Taş nə o? Taş vurur erkək. Taş vurur erkək. Ya bu 8 video bu ayın ən viral videolarıdır. Ondan. Yəni maksimum çalışmışam ki, hər tərəfli həm ölkə gündəmi, həm əyləncə, həm Burada 2 qətl hadisəsi var Nigar. İkisi də çox pis oldum. İkisi də cavan, biri 17 yaşında. yəni bu bizim önə çıxardıqlarımızdır da. Gündə minlərlə olur belə hadisələr. Biri qız, biri oğlan, çox üzüldüm buna. Gerdə qalana təbii ki, əyləncə xarakterlidir, amma biz bu boyda 8 videonun 6-sı əyləncəli olsa da, məlumat xarakterli olsa da, çox ev ki, bağrımızı 2 video ilə yarır. Ölkəmizdə belə şeylərin olmasını istəmirik. Nəysə, onların üstünə keçdik. İzləyicilərə İzləyicilərimizə demək istəyirəm ki, dəstək olsunlar. Bəyənsinlər. Abunə olsunlar, ondan çıxarmış özünüz. Abunə olsunlar. Yəni dediyim kimi, rəylərini bildirsinlər. Yaxsınlar. Səhvliklə burada səhv edirsiniz. Düz edirik, burada düz edirik. Nələrsə dəyişdirmək, bəlkə də biz bilmirik. Fikirləriniz bizim üçün önəmlidir.